İdare doktor salam. Salam. Doktor, nəyə görə siz özünüzü təqdim edəndə ixtisas olaraq androloq yox, terapevt androloq olaraq təqdim edirsiniz? Çox sağ olun. Çox maraqlı sual verdiniz və aktual sualdır. Niyə görə? Ümumiyyətlə, andrologiya geniş sahəni əhatə edir. Andrologiya, yəni bir məqsədli, bir tərəfli bir iş deyil. Andrologiya əhatə etdiyi sahələr kardiologiyaya aid olan məsələlərdir, sinir sistemə aid olan məsələlərdir, endokrin sistemə aid olan məsələlərdir, eyni zamanda qan damar sistemə aid olan məsələlərdir. Bütün bunların hər birisi andrologiyaya, yəni sirayət edən, andrologiya təsir göstərən faktorlardır. Ona görə də əsl androloq terapevt olmalıdır. Ona görə ki, ümumiyyətlə bu ixtisas üzrə belə götürək, Azərbaycanda androloq ixtisası yoxdur. Bu ixtisas yəni gəlir, hər bir sahənin həkimləri özünə uyğun bir iş seçir buradan. Amma uroloqun androloq olması çox gülməlidir. Doğrudan da niyə görə gülməlidir? Yəni uroloq cərrahdır. Onun için cərrahi əməliyyatı icra eləməkdir və cərrahi əməliyyat etmək prostatda, tutaq ki, böyrəkdə daş var, başqa məsələ var, onu əməliyyat eləməkdir. Amma terapevtə heç müalicə eləməkdir. Cinsi zəifliyi terapevt müalicə edə bilər. Əlaqə nömrəsi 050 685 0858.